Nizami Gəncəvi İskəndərmə poemasından şərəfnamə hissəsi. İskəndərin Hindistandan Çinə getməsi. İskəndər Hindistandan sonra Çinə keçdi. Tibet dağlarına çatdı. Zəfəran rəngli torpaqlar ona maraqlı göründü. Elə bir yerə çatdılar ki, yamyaşıl, güllü çiçəkli, çeşmələri saysız, ceyranları bol bir yer idi. Bir həftə ordu burada dincəldi. Sonra köç təbili vuruldu. Gedərkən bir ovlaqdan keçdilər. Çoxlu ov elədilər. 2 gün burada ov etdilər. Çin xaqanına xəbər verdilər ki, zirehli atların polad nalından çöl, meşə bezdi. Zənciləri, daranı məhv edən ordu fırları talan edəndən sonra fəğfuru yağmalamağa gəlir. Xaqan qorxuya düşdü. Bir məclis çağırdı. Böyük qoşun topladı. Xaqana bir xəfiyyə xəbər gətirdi ki, gələn Rumlu tacdar İskəndərdir. İskəndəri çox tərifləyir. Ondan Tanrının da razı olduğunu deyir. Xaqan İskəndər haqda bu xoş sözləri eşidəndən sonra döyüşməkdən imtina edib barışıq etmək istəyir. Bunu İskəndərə xəbər verirlər. Çin xaqanına bir məktub yazır. İskəndərin xaqana məktubu. İskəndər məktubunda özünü öyür ki, Daranın qürurunu söndürdüm, Zənci çölünü qan dənizi etdim, başqa padşahları taxtından saldım. Mənə biraz yaxşılıq edən məndən yamanlıq görməz. Kiməsə söz versəm, sözümdən dönmərəm. Mənə xəzinə, bəxşiş vermək əvəzinə döyüşə niyə niyyət göstərib qoşun topladın? Nə üçün baş əyib üzr istəmirsən? Əgər döyüşsək, dəmir oxlardan bir dağ dikərdərəm. Çin yolu getsən, Çinlə məhəbbət etsən, məhəbbətlə cavab verərəm. Silah istəsən, ölkəndən çəkilib gedərəm. Yoxsa Çini Çin dənizinə tökdürərəm. Məktubu bir müdrik adama verib Xaqana göndərir. Xaqan məktubu oxuyub həyəcanlanır və hansı yolu seçsin deyə düşünməyə başlayır. Xaqanın İskəndərə cavabı. Xaqan bilmədi ki, İskəndərə hansı cavabı versin. Döyüş, yoxsa barış? Məktub yazdı. Qeyd etdi ki, İskəndər dünya tacdarlarının ən yaxşısıdır. Xaqan məktubunda onu öyür, ondan üzr istəyir. Məktubda yazır ki, sən ölkəmə gəlməklə torpaqlarımıza daha da bərəkət gətirdin. Amma ölkəmin hər nemətinə hörmət elə. Sonra özünü öyür ki, sanma ki, mən də acizəm. İstəsəm, Hindistan mülkündən xərac alaram. Mən səninlə Çini alışdırmaq istəmirəm. Məktubu tamamlayıb İskəndərə yollayır. İskəndər məktubu oxuyur. Xaqan qorxusundan gecəni yata bilmir ki, İskəndər gecə ilə hücuma keçə bilərdi. Xaqanın ağıllı bir vəziri var idi. Hər işdə ondan məsləhət alardı. Xaqan ondan məsləhət aldı ki, nə edim? Çarpışsam, düşmənim güclüdür. İtaət etsəm, xalq deyəcək ki, Xaqan acizdir. Vəzir ona məsləhət görür ki, düşmənlik lazım deyil, İskəndərə itaət et. Xaqan qərara yol alır ki, elçi libası geyib İskəndərin hüzuruna getsin. Gedir. İskəndərin önündə baş əyib ona pərəstiş edir. Padşahın əmri ilə elçi oturur. Göz qırpmadan elə hey İskəndəri süzür. İskəndər soruşur ki, Xaqandan nə xəbər gətirmisən? Elçi cavab verir ki, Çindən Maçinə qədər bütün torpaqlar böyük tacdarın əlinə keçsin. Mənim sənə gizli sözüm var. Məni göndərən belə əmr edib deyir. İskəndər bundan ehtiyat etdi. Əmr etdi ki, elçinin əllərini bağlasınlar. Saraydakı adamları da oradan uzaqlaşdırdı ki, elçi İskəndəri tərif edib deyir ki, bəs sənə öz yanımdan elçi gəldim. Çin xaqanı, qoşun başçısı elə özüməm. Belə bir rəftarı İskəndərin xoşuna gəlmədi. Xaqanın nə üçün belə addım atdığını soruşur. Xaqan cavab verir ki, qapıdan özüm girsəydim başımı kəsərdilər. Sən mənim ölkəmə Çinlə silahlanıb gəldin, amma mən sənin hüzuruna əli silahsız inamla gəldim. Xaqan yağlı kəlmələri ilə İskəndərin qəlbindən düyünü açdı. Xaqan cavab verir ki, buraya sülhü göyərtmək üçün gəlmişəm. İskəndər də cavab verir ki, nə mülkünü, nə tacını istəyirəm. Əmin ol, bir şərtim var ki, mənə 7 illik xərac verəsən. İskəndər sonradan xəracın müddətini 1 ilə salır. Peyman bağlayırlar ki, düşmənlik silinsin, dostluq qurulsun. Xaqanın qolundan zəncirlər açılır. O öz ordugahına qayıdır. Növbəti gün keşikçi tez gəlib İskəndərə xəbər verir ki, Çin xaqanı öz qoşunu ilə üstümüzə gəlir. İskəndər çox təəccüblənir. Qoşununa hazırlıq əmri verir. Qoşunlar üzə gəldilər. İskəndər filin üstündə oturan xaqana üst tutub soruşdu. Əvvəlcə niyə sülh üçün peyman bağladın? İndi isə düşmənlikdə nə fayda gördün? Xaqan cavab verir ki, mənə sözümdən dönmədim. Sənə hər zaman dostam. Amma bil ki, mənim də qüvvətim, hünərim var. İskəndər 1 illik xəracı da Xaqana keçir. Dost olub ordularını birləşdirirlər. Məclislərdə də, ovda da həmişə bir yerdə olurlar.
Rum və Çin nəqqaşlarının yarışı. Çin xaqanı Rum şahına qonaq gəlmişdi. Mey məclisində iş bilən kəslərdən söhbət açıldı. Biri dedi, hindlilər cadu və hiylə ilə məşhurdur. Biri dedi, gözəl xanəndələr Xorasandan çıxır. Biri dedi, aydın, səlis danışıq ərəblərdən çıxır. Birisi də dedi ki, Rum nəqqaşları dünyada şöhrət tapıblar. Digər biri də Çin naxışlarını tərif etdi. Qərara alındı ki, iki qaş tağı kimi pərdə asılsın. Bir tərəfdə Rum, digər tərəfdə də Çin nəqqaşı işə başladı. Araya isə bir pərdə asıldı ki, bir-birlərini görməsinlər. Sonda hər ikisi gözəl bir qız rəsmi çəkdi. Hamı heyran qaldı. Sanki eyni şəkli çəkmişdilər. Bəlnas bunun səbəbini öyrənməyə çalışdı. Ortaya yenidən bir pərdə asıldı. Bu dəfə Rumlunun çəkdiyi şəklə Çinli seyqəl vurdu, deyə sanki surətini yaradırdı. Sonra qərar verdilər ki, hər iki sənətkar hünər göstərdi. Rumlu naxış dökməkdə, Çinli də sığal çəkməkdə üstündür. Eşitdilər ki, bir gün Mani Reydən Çinə yürüş edərkən Çinlilər bundan xəbər tutdular. Yol üstündə axar su hovuzu çəkdilər. Rəssam şəklə elə yaraşıq vurdu ki, elə bil doğrudur. Yolçu susuzluqdan əldən düşmüşdü. Kuzəni doldurmaq üçün suya vuranda kuzə qırıldı. Yolçu aldandığını başa düşdü. O da hovuz üstə qurd basmış, ölü bir köpək rəsmi çəkdi. Hovuza gələnlər köpəyi görüb yaxın getmədilər. Bir neçə gün sonra İskəndər xaqana söylədi ki, artıq Ruma dönmək istəyirəm. Xaqan onu tərif etdi. Rum şahı çeşid-çeşid geyimlər, xəz, atlas parçalar, bəxşişlər Çin xaqanına hədiyyə etdi. Çinlilər ondan razı qaldılar. Xaqanın İskəndəri qonaq etməsi. Çin xaqanı gözəl bir məclis qurub İskəndəri qonaq çağırdı. İskəndər məclisə gəldi. Başqa tacidarlar İskəndərə hörmətlə baş əydilər. Xaqan əmr etdi ki, yeməklər gəlsin. Ləziz yeməklər gəlir. Çalğı məclisi qurulur. Xaqan İskəndər üçün xəzinənin ağzını açır. İskəndərə bir neçə qılınc, bir ilxi yorğa at, 40 fil, bir dəstə qara qul, bir iti yeriyən şahanə at, bir ovçu quş və bir gözəl kəniz verir. İskəndər bu hədiyyələri qəbul edib təşəkkürünü bildirir. 2 gün işrətlə keyfinə baxan İskəndər bu gözəl kənizi bəyənmir. Deyə qız ağlayıb şam kimi sönür. Xaqan verən atın üstündə oturan İskəndər atı çapıb yoxlayır. İskəndər öz mülkünə geri dönmək qərarına gəlir. Xaqanla sağollaşıb yola düşürlər. Geri dönərkən bir neçə şəhəri abad edir. Səmərqənd şəhərini saldırır. Rumdan Xorasanda İskəndərin gəlişi ilə insanlar şənlik edib küçələrə axışırlar. İskəndərin Rus qoşununun hücumlarından xəbər tutması. Bir çox yerləri tutandan sonra İskəndər öz doğma yurdu üçün darıxdı. Yurduna baş çəkmək istədi. Abxaz hökmdarı Dəvali İskəndərə xəbər gətirdi ki, Rusların amansız zülmlər baş alıb gedir. Ruslar Abxaz diyarını talamış, Dərbəndə basqın edib gəmilərlə oradan uzaqlaşmışlar. O gördüyün Bərdə Rusların əlində viran olmuş, gözəl Nüşabə əsir götürülmüş, sarayında bir nəfər nazənin qalmamışdı. Vaxtında qarşısı alınmasa, Ruslar Rumu, Erməni də viran qoyacaqlar. İskəndər bu sözlərdən sonra Nüşabənin halını düşünüb qəmlənir. İskəndər fərman verir ki, bu işləri yoluna özüm qoyacağam. And içir ki, Ruslardan bu heyfi almasam, Feyləqusun oğlu deyiləm itəm. Rusların başçısını öz torunda məhv edəcəyəm. Rusları geri oturtmayana qədər istirahət yatmaq yoxdur. Bu sözlərə Dəvali çox şad olur. İskəndərin Qıpçaq çölünə çatması. Feyləqusun oğlu Böyük İskəndər Rusun talanından xəbər tutunca bu işi necə ölçüb biçəcəyini düşündü. Şəbdi zatını minib gecə-gündüz durmadan qoşunu ilə bircə yol gedib Xarəzmə doğru irəlilədi. Səqlab çöllərinə çatıb Qıpçaq gözəlləri ilə qaynaşan çöllər gördülər. Bu gözəllər nə yaşmaq bilirdilər, nə də bir örtük. Əsgərlər bu örtüsüz gözəlləri görəndə damarlarında gənclik qanı qaynadı. Əmr fərman dinləməz oldular. İskəndərin Qıpçaq gözəllərinin bu adətlərindən xoşu gəlmədi. Qıpçaqların böyüyünü çağırıb buyurdu ki, üzünü gizləmək qadına xoşdur. Qadın ərinin yanında üzünü açmalıdır. Qıpçaqlar İskəndərin bu fikrinə boyun əymədilər. Dedilər ki, bizim gözəllərə üz örtdürməkdənsə öz gözlərinizi örtün, öz gözünüzə cəza verin. Biz öz ayinlərimizdən dönmərik. İskəndər gördü ki, bunlar nəsihətlərlə başa düşən deyirlər. Bəlnasdan kömək istədi. Bəlnas Qaradaşdan böyük çarşablı heykəl qurdurdu. Yanından keçən qız gəlin üzünü örtüb keçirdi. Beləcə üz örtmək Qıpçaqlara bir adət oldu. Zaman keçdikcə bu heykəl bir ziyarətgaha döndü. İskəndərin Rus ölkəsinə çatması və müharibəsi.
İskəndər öz ordusu ilə Ruslara doğru irəliləyirdi. Rusların sərdarı Çıntal bunu eşidib böyük qoşun topladı. Çıntal söylədi ki, mərdləri məğlub edən Ruslar döyüşdə qızdan, gəlindən mi qorxacaq? İskəndər Ruslara qarşı hiləyə əl atmışdı. Ruslar isə sadəlövhcəsinə buna inanmışdılar. Çıntalın qoşunu öz sərdarlarının yolunda can qoyacaqlarını dilə gətirirlər. Çıntal öz adamları ilə məclis qurub Rumları məğlub edəcəklərinə söz verdilər. İskəndər bilirdi ki, türklər Ruslardan çox Rumlara nifrət edir. Amma elə türklərin köməyi ilə Rusları məğlub edəcəyinə söz verir. İskəndərin Ruslarla vuruşması. Rum qoşunu ilə Rus qoşunu üz-üzə gəldi. Burtas aslanı özünü öyməyə başladı. Rumlardan bir pəhləvan ondan vuruşa başladı. Burtasın qılıncı ilə o pəhləvan yerə sərildi. Hind adlı bir igid hindli qılıncı ilə Burtası məğlub etdi. Daha bir Rus pəhləvanı da hindi ilə döyüşə girdi. O da məğlub oldu. Hindi çox igidi öldürüb Rusların nəfəsini kəsdi. İskəndər ona böyük hörmət göstərib xələt verdi. Gecə düşdü, səhər açıldı. Döyüş davam etdi. Rum ordusundan Zərivənd adlı pəhləvan Ruslarla döyüşə girdi. Ruslar onunla döyüşdülər. Döyüşməkdən çəkindilər. Nəhayət Çıntalın qohumu olan Kupal Zərivəndlə döyüşə girdi. Kupal öldürüldü. Kupaldan başqa 70 nəfər də Zərivənd məğlub etdi. Çıntal zirehli paltar geyinərək Zərivəndlə döyüşə girdi. Çarpışma gecəyə kimi davam etdi. Nəhayət Çıntal Zərivəndi məğlub edərək öldürdü. İskəndər buna çox məyus oldu. Ruslardan Fərincə adlı pəhləvan Rumların Sərvə adlı pəhləvanını məğlub edir. Bunu görən Dəvali döyüşə girir. Codra adlı Rus igidi Dəvaliyə hücum edib onu alqana bulayır. İskəndər əmr edir ki, Dəvaliyə şəfqət göstərilsin və tez sağalsın. Hindi yenidən Codra ilə döyüşə girir. Onu öldürür. Tartus adlı bir Rus pəhləvanı isə Hindini öldürüb mən aslan yiyənəm deyə bağırır. Bu vaxt başdan ayağa dəmirlə zirehlənmiş, bircə gözləri görünən bir igid meydana girdi. Tartusu və bir neçə Rus igidinin canını aldı. Qorxudan onunla döyüşə çıxan olmadı. İskəndər dedi, bircə bu igidin üzünü görsəydim, ona çoxlu xəzinə verərdim. Zirehli geyimdə bir igid döyüşə girir. Ruslarla vuruşanda ələ keçir. Onun qız olduğunu görürlər. Onu Rumlardan alıb Ruslara verirlər. İskəndər Çin xaqanının verdiyi ata minib igidlərə qənim kəsilən o fil bədənin üstünə gedib onu yaralayır. Sonra onu tutub əl qolunu bağlayırlar. Ürəyi yumşaq İskəndər sonra onun əl qolunu açıb yedirib içirdir. Şərab içəndən sonra tez aradan çıxır. Birazdan geri dönür. Bir əsir gətirir. İskəndər əmr edir ki, ikimizdən başqa burada heç kim qalmasın. Qızın üzündən niqabı çəkəndə bildi ki, Çin xaqanının ona verdiyi gözəldir. Qızdan başına gələnləri soruşanda o hər şey açıb danışır. Məcbur döyüşlərə girdiyini, sonra da zindanlarda dustağı olduğunu söyləyir. İskəndərin təkidi ilə qız saz çalıb oxuyur. İskəndərin bir bahar olub, gülü, yəni özünü xəzanlar içində solub getməsinə imkan verməməsini, onu bəxtiyar etməsini istəyir. Hər ikisi mey içib bir-birlərini öpüşə qərq edirlər. İskəndərin Rusları məğlub etməsi. İskəndərin ordusu ilə Çıntalın ordusu yenidən üz-üzə gəldi. İskəndər düşmənə üstün gəlib onu məğlub etdi. Ruslardan 100 min qılınc oynadan əsir götürdü. Qalanları qaçıb canını qurtardılar. Ruslardan sayıs hesabsız qənimət ələ keçirildi. İskəndər xəzinəni yoxsullara payladı. Nüşabənin xilas edilməsi. İskəndər zəfərindən sonra gözəl bir yerdə məclis qurdu. Əmr etdi ki, qənimətlərin sayından xəbər versinlər. O qədər xəzinə, bahalı samur, vaşaq tülkü, sincab dərləri var idi ki, sayıb qurtarmaq mümkün deyildi. Ən başda köhnə bir dəri var idi ki, İskəndər bu köhnə dərinə nə olduğunu soruşanda Rus ona cavab verir ki, bu bizim ölkə üçün ən dəyərli sərvətdir. İskəndər buna çox heyrət etdi. İskəndər hər kəsə çoxlu hədiyyələr, bəxşişlər verdi. İskəndər filbədən vəhşiyə də çoxlu sərvət daşqaş hədiyyə etdi. O isə bunu qəbul etmədi. Ona qoyun gərək olduğunu bildirdi. Əvəzində İskəndər ona bir sürü qoyun verib evinə yola saldı. Rusların şahını yenidən çağırtdırdı. Əl qolundan zəncirlərini atdırdı. Öz keçmiş kinini unutdu. Çintala saf qızıldan toxunmuş xələt verdi. Götürdüyü Rus əsirlərini də geri qaytardı. Ruslara Nüşabəni gətirməyə əmr etdi. İskəndər Nüşabənin əlini Dəvaliyə verib onların nicahını bağladı. Çoxlu var dövlət xəzinə verib Bərdiyə yola saldı ki, gedib yenidən o gözəl yurdu abadlaşdırsınlar. İskəndər Rus şahına əmr elədi ki, öz doğma yurduna dönəndən sonra xərac göndərsin. Çıntal öz taxtına dönüb xoşbəxt oldu. Bir daha İskəndərin əmrindən çıxmadı. İskəndərin Çinli kənizlə şənlik etməsi.
Çinli kəniz sazı çiyninə basıb oxuyur, özünü İskəndərin köləsi, qulu hesab edir. Ən böyük istəyi özünü İskəndərin ağuşuna atıb ondan kam almaq idi. Kəniz özünü bir çəkili hesab edib Tərlan İskəndər tərəfindən ovlanmasını istəyir. Sazı bitirəndən sonra Tərlan sanki fərə üstünə qaçdı. Bir-birlərinə sarılıb bəxtiyar günlər yaşadılar. İskəndər bir neçə gecə o yerdə işrətə daldı. İskəndərin dilli suyu axtarması. İskəndər səhər ibadətindən sonra meyilli çalğılı bir məclis qurdu. Hərə bir gözəl rəvayət danışdı. Danışmaq növbəsi bir qocaya çatdı. Söylədi ki, bu dünyada zülmət bir diyar var. Orada həyat suyu var. Dünya üzünü yaşamaq istəyən gərək o sudan içsin. Qoca bu yerin şimal qütbündə olduğunu deyir. İskəndərin bu zülmət diyara səfərə çıxması ağlına batır. Böyük ordu ilə İskəndər səfərə çıxır. Bir yerdə məskən salırlar. Yüklərini orada qoyurlar. İskəndər əmr edir ki, qocalar və xəstələr səfərə davam etməsinlər. Ordu məskən saldığı yer sonradan Bulqar şəhəri adlandırıldı. Orada zülmət qaranlıq basmış bir yerə gəlib çatdı. Getdikcə qaydacaqları yolu unudurdular. İskəndər bu işə bir tədbir tökülməsini istəyir. Bir igid gənc var idi. Atası 90 yaşlı qocanı şahın əmrindən çıxaraq özünə sandıqda gizlədərək xəlvət gətirmişdi. Gənc atasından olanları danışaraq kömək istəyir. Qoca deyir ki, gərək vücudu sağlam boğaz bir madyan tapılsın. Balası olandan sonra balasını başını kəssinlər. Anası fəryad qopardıb balasının başının üstündən ayrılmayacaq. Ordu isə dayanmadan hərəkət etsin. Ordu geri dönəndə Madyan ordunun önünə qaçacaq. Bu tədbir ilə Madyan sizi qaranlıq yerdən doğru yola çıxardacaq. Gənc bu tədbiri İskəndərə söyləyəndə onun çox xoşuna gəlir. İskəndər başa düşdü ki, gənclər həqiqətən də qocaların məsləhətlərinə möhtacdırlar. İskəndər qocanın bu tədbirini həyata keçirdir. İskəndərin zülmətə getməsi. İskəndər dilli suyu ardınca əvvəlcə Xızır peyğəmbəri bir ata mindirib göndərir ki, çeşmənin yerini öyrənsin. Suyundan içsin, sonra gəlib yerini ona desin. Xızır peyğəmbər nəhayət gəlib gümüş rəngli parlaq çeşməni tapır. Doyunca suyundan içir, yuyunur, atına da içirdib atın yanında oturur. Gözünü isə çeşmədən çəkmir. İskəndərin gəldiyini görüb çeşmənin yerini göstərmək istəyərkən qaynayan çeşmə anidən yox olur. Bundan sonra Xızır da su kimi gözdən itir. Rumlu ravilər bu haqda belə nəql edirlər ki, İlyasla Xızır yoldaş olub bulağın yanında yeyib içərkən ölü balıq bulağın suyuna düşür. Götürmək istəyəndə balığın dirildiyini görürlər. Ərəblərin rəvayətinə görə isə İskəndər dilli suyunu çox axtardı, amma çeşmədən bir çəmənlik göyərdi. 40 gün çeşməni axtarıb tapa bilmədi və nəhayət geri dönməyə, işıqlı aləmə çıxmağa qərar verdi. Ona görə də qismətsiz bir şeyə həvəs göstərdinsə, bu onun üçün əbəs oldu. İskəndərin zülmətdən çıxması. İskəndər geri döndükdən sonra ordu qumluqdan aldığı daş qaşı bölüşdürüb özlərinə götürdülər. İskəndər gözəl bir məclis qurdu. Diriliş suyunun dillərdə dastan olmasının, amma niyə tapılmamasının səbəbini soruşdu. Məclisdə bir qoca dilləndi ki, bir şəhər var idi. Bu şəhərin şən, gümrah insanları yaşayırdı. Şəhər kənarında dağdan zaman-zaman səslər gəlirdi. Qeybdən gələn səs kimi çağırırdısa, o adam durmadan ora qaçır, bir daha da geri qayıtmırdı. İskəndər əmr edir ki, adamları gizlicə o şəhərə gedib bu sirri öyrənsinlər. Adamlarına tapşırır ki, dağ sizdən kimisə çağıranda vecinə almasın, getməsin. Bəlkə beləcə bu sirrin üstünü açmış olarlar. Şahın adamları gizlicə şəhərə girirlər. Onların da içindən dağın çağırdıqları olur. Digərləri buna mane olmağa çalışsa da bacarmırlar. Çağırılan mütləq gedir və geridə qayıtmır. Gəlib İskəndərə xəbər verirlər. O başa düşür ki, bu kədər-gəlməzə gedənlər ömrünü başa vururlar. Bu hadisə İskəndəri heyrətləndirir. Öz-özünə belə bir məsəl çəkir ki, hər doğulan öləcək. Əcəl pəncəsindən kim can qurtarıb ki? İskəndərin Ruma qayıtması. İskəndər Bulqar şəhərindən Rus elinə, oradan da Ruma qayıdır. Şahın gəlməsi ilə Yunan ölkəsi nur saçır. İskəndər yenidən taxta oturur. Hər bir məmləkətdə naib qoyur ki, hər biri təklikdə şahlıq etsin. İskəndər 2 dəfə dünyanı dolaşdı. Ay, günəş kimi bayrağı hər yerdən keçdi və əsər beləcə yekunlaşdı.